Mini Avropa səyahətimin mini vlogunun ikinci hissəsinə xoş gəlmisiniz. Bu hissədə sizə İtaliyada keçirdiyim çox gözəl 2 gün haqqında məlumatlar verəcəm. Başımıza nələr gəldi, nələr gəlmədi, maraqlı hadisələr və əlbəttə ki, faydalı məlumatlar. Necə və harda nəyi necə etdim. Başlayaq. Gecə saat 2-nin yarısıdır. Bizim samolotumuz gecikdiyinə görə, 20:30-da gecikdiyinə görə biz maşını bron eləmişdik. Maşını götürə bilmədik. Ona görə məcbur qaldıq avtobusla gəldik. Taksi ilə niyə gəlmədik? Çünki taksi 140 euro idi bizim otelimizə qədər. Neyse, avtobusa oturduq. Avtobusla adam başı 10 eurodur. Amma ki, burada da bir əmma var. Bize verilen avtobus, yani götürdüğümüz avtobus, mindiyimiz avtobus qəşniyə nasaz idi və təsəvvür edin ki, yolda 10 kilometrine gedirdi. Biz hələ indi gəlib çatmışıq sentra, hələ də otelimizə gəlib çata bilməmişik. Neyse, yəqin ki, ilk gün olduğuna görə belə problemlər olur. Amma neyse, üzülmürük, ən azı şəhəri gördük. Görək, gedirik evə. Мы точно к чекауту доедем, Клянусь, мы доедем к чекауту туда. О май гад. Это знаешь, как я вспомнила фильм «Скорость», помню, 25-22, она должна была ехать. Чисто такой мини-обзор. Давай, я только через 5 минут. Я спускаюсь, Дима, это мне какой я звонки сделал. А где моя карточка? Куда ты положил? Натусь. Упала, кажется. Натусь. Куда ты положила карточку, которая упала? Взяла, я могу взять. Давайте, как спускайтесь вниз, сразу в левую сторону, хорошо? Хорошо. Я быстренько звонку сделаю. Voilà, ben hazırım. Makyajım hazırdır. Ümumiyyətlə çox vaxt sərf etmirəm makyaja və biz getdik səhər yeməyimizi etməyə. Oteldə səhər yeməyində seçim çox deyil idi, amma əlbəttə ki, hər bir insan özü üçün nəsə bir seçim tapıb yeyə bilərdi, atışdıra bilərdi. Biz də eləcə çox yemədən biraz yüngülvari yemək, səhər yeməyimizi etdik, söhbətlərimizi etdik, hara gedəcəyik, planlarımızı müzakirə elədik və düşdük yola. Burada artıq biz taksi sifariş etdik ki, biz gedib rentekardan maşını götürməliydik ki, artıq şəhəri, İtaliyanı öz maşınımızla çox rahat şəkildə hər yerə gedib gələk, görək. Yəni, belə. Burada her şey o kadar çok geç halledilir ki biz səhərdən gəlmişik, bir dənə maşın kiraya götürmək istəyirik. Tərsindən bir an ödəniş eləmişik. Sadəcə çox böyük bir növbə var idi, gözlüyürdük. İndi artıq maşınımızı götürmüşük, bəyənəkdən götürmüşük. Online olaraq siz bu şirkətdən bron edib maşını ödəniş eləyə bilirsiniz. Biz 2 günlük götürmüşük və ümumi olaraq 70 euro verdik 2 günə. Maşını da indi seçim edəcəyik. Çünki manki Volkswagen Polo olacaq. Görək. Ümumiyyətlə burada ən çox sərf edilən seçim burada, yəni mütləq şəkildə. Çünki əgər hər yerə görmək istəyirsinizsə və çox az müddət vaxtınız varsa, mütləq şəkildə məncə maşın kiraya götürmək. Çünki taksilər çox bahadır, olduqca bahadır. Avtobuslarla da hər istədiyin yerə gedib çata bilmirsən, gözləməlisən. Nəsə bir yorğuncu oldu. Ona görə biz götürdük
2 günlük maşın. Ben bugün İtalya'da geçen geleceğim. Görək. Sürücü de benim. Karımızı götürdük. Bize Toyota Yaris'i verdiler. On the right side of the door, Okay. and the door will open. Aha. From there, once you enter, you see the key box to return the key at the end of your rent. Aha, From okay. there, take the steps, go at -3 floor. per entrare Okay. e per uscire. Okay. Floor, okay. Yeah, And at five the our end, cars. no, at the end, left all the way down, you find the car. Okay. Caman'ın biz 10 illik dostluğumuzu İtalya'da gerilime geldik. Avropanın ən böyük gotik kilsələrinin biri Duomo di Milano haqqında müəyyən məlumatlar sizə vermək istəyirəm. Ümumiyyətlə tikintisi 1386-cı ildə başlayıb, tamamlamaq isə təxminən 600 il çəkib. Yəni tikintisi əsrlərlə davam edib. Təsəvvür edirsiniz, hər dövrdə fərqli memarlar, ustalar işləyib. Burada maliyyələşmə modeli çox maraqlıdır. Həm zəngin ailələrin ianələri, həm də kilsəyə bağlı vergilər. Təsəvvür edin bir mühasibin gözü ilə bu elə bir layihədir ki, bir layihənin büdcəsi 600 il ərzində idarə olunub. İnflyasiya, valyuta dəyişiklikləri, nəsillər arası transferlər. Bu sanki dünyanın ən uzun müddətli maliyyə layihə idarəçiliyidir. İndi də kilsənin saxlanması üçün bilet satışlarından, turizmdən gəlir əldə olunur. Yəni bura sadəcə Milan ürəyi deyil, həm də maliyyə baxımından maraqlı bir layihədir. Təsəvvür edin, bir tikintinin büdcəsini 600 il ərzində izləmək lazımdır. Mən mühasib olaraq düşünürəm. Kim bilir necə də burada balans hesabatında səhvlər olub, necə də bu balans hesabatı düzəlşilib. Məgər siz 600 il davam edən bir layihənin mühasibi olsaydınız, hansı metodu seçərdiniz? Maybe let the light take us out of the dark. Como? Geldi yakın ki çattık Como'ya. Milan'dan buraya 1 saatlik yoldu, 1 saatlik yol sürdük. Hava çok istedi, geçen istedim. Geldik, park elədik maşınımızı. Otelimizin parkovkası yoktu. Apartman götürdük bu arada. 4 nəfərlik. Və indi gedirik. Biraz dincələk. Yoldan gəlmişik. Sonra da hazırlaşaq gedək yemək yeməyə. Обзор на нашу квартиру. Вау. Bu bizim Koma'daki evimizdi. Böyle çok renkli ve çok şirindi. Очень клево, мне понравилось. Была возможность гулять, отдыхать. Давай, все, ура! За нас! Красиво. Красиво. Надо, чтобы красиво так Salute. Pasta sevdamı hiç kəs sorğulaya bilməz. Aha. Это что за тарелочка? Пустая. Дай мне, пожалуйста. Это очень вкусно. Да. Мне очень понравилось. Çok tatlıdır. Ne? Bu ne? Pasta. Bu nerede? Ha bu limondu bu şeylere. Bunlara. Aa, limon? Опять лимон клеен. А что? Я думал, что больше нет лимона. А мои будут стоить 9 евро. Да? Какая наша? Ay bu nedir burada bir de? Это перчик. Нет. Что это? Это рыба, сарделька что ли?
Farida. Mama. Sudan смотри. Gereksiz arızalar gitti gideli. Günün en güzeli sen, güzeliz iki deli. Kara kedi geleceğini aramasan, seni şöyle alalım bir tür yakınımıza. Tüm gereksiz arızalar gitti gideli. Günün en güzeli sen, güzeliz iki deli. Como Gölü İtalyanın ən bahalı bölgələrindən biridir. Burada lüks villalar, bahalı restoranlar var. Amma gəlin bir mühasib gözü ilə baxaq. Bu bölgə nəyə görə belə qiymətlidir? Birinci səbəb coğrafiya və təbiət. Göl Alp dağlarının ətəyində yerləşir. Həm İtaliya, həm də İsveçrəyə yaxın. Bu, həm turizm, həm də əmlak bazarında dəyəri yüksəkdir. İkinci səbəb investisiya dəyəri. Burada daşınmaz əmlak Avropanın ən bahalı bazarlarından biridir. Bir villanın qiyməti milyonlarla avro ilə ölçülür. Çünki həm zənginlər yaşayır, həm də turistlər daim gəlir. Üçüncü səbəb brend dəyəri. Como Gölü sadəcə bir tətil yeri deyil, həm də statuslu. George Clooney, Madonna kimi məşhurlar buradan villa alıb bu da bazarı daha da bahalaşdırır. Dördüncü səbəb xidmətlər. Buradakı restoranlar, otellər və hətta kiçik kafelər belə premium segmentdədir. Müştəri burada təkcə yeməyə yox, həm də imicə pul ödəyir. Mühasib gözü ilə baxanda isə Como Gölü sadəcə mənzərə deyil, həm də investisiya nümunəsidir. Çünki bu bölgəyə qoyulan pul yalnız xərclənmir, həm də gələcəkdə daha çox pul qazandırır. Burada hamı loto oynuyor. Burada lotonun açıklaması olacak. Maraqlı. Çok güzeldi. İnanılmaz derecede çok güzeldi. На границе. Догана, Гадрия, Швайца. Это Цоль. Это уже граница. Граница Италии со Швейцарией. О, мы в Швеции. Нет, здесь никто не проверяет. Здесь просто... Здесь по границе... Скажи, потанцуй. Bir de Şveçra'ya yedireyim. Мы уже в Швейцарии, да. Ama здесь, Şveçra'da то есть. Да. Очень приятно. Hoş geldin, hoş geldin Şveytsariya torpağına. Devam edin. Sen Ceyhun'un gelse sana çaldısan, Ceyhun yapacak mısın? Нарисую я тебя на снежинка, и на капелька дождя на осинка. Нарисую я тебя на своем сердце. Посмотри, мы там с тобою все вместе. Ай, geline bak, geline, elini koyup beline. Ay, geline bak, geline, elini koyup beline. Geline mübarek olsun, toy mübarek olsun. Dünyanın mübarek olsun, bu toy mübarek olsun. Önümüzün gelen yolu gül olsun, çiçek olsun. Başın cehizi var, geldimin ay geldimin. Hoppa! Cehizi var, geldimin ay geldimin. Gözüme hasret aparır göydeki ay geldimin. Gözüme hasret aparır göydeki ay geldimin. Aman, yaman. Gadası, 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 gadası geldimin. Kaşladım geldimin. Nerede yaşamam? Şveyçariya, Lugano. Ama Türkiye'de bir tane adam yoktu da. Neyse biz zamansız geldik. Yok, biz просто geç geldik. Да. Теперь Дорогие, и здесь немножко теплее, кстати. Adı olsun ki biz olmuşuz. Лугано, Lugano'da. Bir başka Швейцарская ülkede. Италия, итальянская Швейцария называется. Короче. Aa burada var.
Adam var галерея. Еще инсан gelip. Они, кажется, закрываются. Я этот момент тоже не учла, но ничего. Понедельник, день тяжелый. А? Швейцария. Да. Ну, мы были, короче, в Лугане. А там же... А сейчас вот такие ayağımız değip bu torpaqlara. Да. Всё. Вы хотите отсюда? Да, клево там было вообще. Кстати, у нас там часть, где наше место, девочки, там тоже, это там, где... Или вот равно до чайна кофе чай. Ну, надо туда доехать, я же хочу, чтобы ты туда доехала, мать. Знаешь, что это? Куда зовут? Biz kilolardaki Мама, вы не понимаете, я manyaklar. просто хотела найти хотя бы маленькое кафе, чтобы зарядить хотя бы телефon. Ne yok şöyle bu. Çok yoruldum aslında uzun bugün. Günün sonundu. Yorulmuşam. Maşın sürmüşəm. Bugün xeyli hamam. Çok hoşum gəldi bugünkü İtalya'da maşın sürmək. Çok rahattı yəni. Hiç bile yorulmadım hətta. Ama indi gecənin olduğunu nəzərə alaraq biraz çəkindim akşam maşın sürmək. Çünki böyle yollar biraz gəliz yollardı. Dağların arasında gəldik. İndi gedirik. Əsas odur ki, vaxtı yuxu məni tutmasın. Yoxsa fəna olacaq.